Bu ilin yanvarında Goranboy rayonunun Faxralı kəndində 1963-cü il təvəllüdlü anası Zoya Əhmədovanı qətlə yetirən, 1995-ci il təvəllüdlü həyat yoldaşı Jalə Yolçuyevanı isə bıçaqlayan 39 yaşlı Emin Vəliyevin məhkəmə prosesi başa çatıb. İttiham aktına görə Emin Vəliyev uzun müddətdir özünün müqəddəs insan olmasını, yaşadığı yerin ocağa çevrilməsini iddia edərək anası və arvadından namaz qılmağı, dinə aid digər ritualları yerinə yetirməyi tələb edib. Hər iki qadın Eminin dediklərini yerinə yetirməkdən imtina edib. Bu zaman təqsirləndirilən şəxs anası və arvadı tərəfindən ona cadu yazdırıldığını düşünüb. Bu mövzuda tərəflər arasında evdə mübahisə baş verib. Mübahisə zamanı Emin Vəliyev bıçaqdan istifadə etməklə anasını öldürüb, arvadına isə çoxsaylı xəsarətlər yetirib. Saxlanılan zaman üzərində narkotik vasitə daşkarlanan təqsirləndirilən şəxs baş ağrıları səbəbindən alüdəçi olduğunu bildirib. O narkotikə pul verməmək üçün evdə narkotik tərkibli bitki əkdiyini deyib. Hadisə vaxtı anamı cin və şeytan kimi gördüm, deyə Emin Vəliyev ifadəsində bildirib. Gəncəağa Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Vəliyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.